Hər kəsə salam. Azərbaycan xalqı tarix boyu istedadlı övladlarla tanınıb. Bugün soydaşlarımız dünyanın ən inkişaf etmiş ölkələrində elm, mədəniyyət, tibb və biznes sahələrində zirvələri fəth edirlər. Yəni Azərbaycan adını dünyada ucaldan həmin şəxsiyyətlərdən bəziləri ilə tanış olaq. Siyahımıza Almaniyada yaşayan dünya şöhrətli pianoçu və bəstəkar Əziz Mustafazadə ilə başlayırıq. Bu caz musiqi ilə Azərbaycan muğamını sintez edərək dünyada caz muğam janrının ən parlaq ulduzuna çevrilib. İngiltərədə fəaliyyət göstərən professor Kamran Nəzirliyev tibb sahəsində böyük uğurlara imza atmış Azərbaycanlılardandır. O xüsusilə ürək-damar cərrahiyyəsi və kardiologiya sahəsində apardığı araşdırmalarla tanınır. Biznes dünyasına nəzər salsaq, Rusiyada yaşayan ən uğurlu soydaşımız kimi Vahid Ələkbərovu qeyd etməliyik. O dünyanın ən böyük neft şirkətlərindən biri olan Lukoilin qurucusudur. Almaniyada yaşayan digər bir qürur mənbəyimiz isə görkəmli alim Məsud Əfəndiyevdir. O Almaniyada Humboldt mükafatı alan ilk Azərbaycanlı alimdir. Riyaziyyatın ən mürəkkəb sahələri üzrə apardığı tədqiqatlar dünya elmi tərəfindən yüksək qiymətləndirilir. Nəhayət qardaş Türkiyədə Azərbaycan gücünü nümayiş etdirən idmançımız Ramil Quliyevi vurğulamalıyıq. O atletika sahəsində dünya çempionu olmuş ilk Azərbaycanlıdır. Türkiyə bayrağı altında yarışsa da hər qələbəsindən sonra stadionda həm Türkiyə, həm də Azərbaycan bayrağını eyni anda dalğalandıraraq bir millət, iki dövlət şüarını bütün dünyaya nümayiş etdirir. Bu şəxsiyyətlər sadəcə bir neçə nümunədir. Dünyanın hər yerində minlərlə Azərbaycanlı öz zəkası, əməyi və istedadı ilə ölkəmizi tanıdır. Onların uğuru bizim uğurumuz, onların qüruru bizim qürurumuzdur. Diqqətiniz üçün təşəkkür edirəm.